İlk öncə şəhidlərin 5 il keçməsindən, 5 il keçir anım günüdür bu günləri və Allah şəhidlərimizə rəhmət eləsin, qalan qazilərimizə can sağlığı versin. Qaldı ki, orada Neftçi komandasının gücü hamıya bəllidir və Neftçi Sumqayıt oyununu baxıb təhlil eləmişdik və fərqli keyfiyyətli futbolçular var idi və onları bazardığımız qədər qarşısını almağa çalışdıq və oyunu bazardığımız qədər müdafiədən oyunu əks hücuma planlaşdırmışdıq ki, oyunu üzr quraq. Və bir-iki episodlar da oldu ki, əks hücumda qol vura bilərdik, vura bilmədik və futbolçularımız əzimkar mübarizə apardı. Ən aşağıda istəyirdik ki, bir xal qazanaq və bu günlərində ona nail olduq və bu münasibətlə futbolçularımızı təbrik edirəm və Neftçi komandasına gələcək oyunlarda uğurlar arzu edirəm.